Neyse aşağıdan gelmiş. Başına gəldik zaten. Həşənləri dağılıb tökülüb. Düz başındayım. Biraz da qalxaq. Bəziləri deyəsən yol tutu ağaçda. Gəldik zaten. Baca evdə tikilər burada. Qalxdıq, ən hündürdə olmasa bir dənə də yer var. Ora lap hündürdə. Gedək bax bu ev kimindir. Burada da içirlər deyəsən. İçib atıblar. Demək olar ki meşənin üstündəyik. Meşə qaldı aşağıda. Qəşəng Qaradağ kubiki ilə tikilib. Kimindirsə vallahi imkan yaratsın gəlsin tiksin. Yarımçıq qalır. Görürsən bura maşın qalxır. Gəlmişken orada fətheli qalxa orada. Biraz qalx. Sökəmiş ağaca nəfəsimizi alır. Düz dişkin üstünde yetişiyor. Biz o qarlı yer yaxdı. Oraqdan gəldik, qalxdıq yuxarı. Biraz da qalxaq. Yolda gelende böyle bir şey de zaten kömeği olur. Biraz kalk. Cavanlıq yaxşı idi. Adam cavan olanda buralı qaça-qaça keçərdi. Yaşad olduqca şu tengi nefes alsın. İşte buranın en hündür yerine çattık. Yaman taşlar var burada. Hissedirsən hündür olduğundan şöyle orası dağların başına çattık. En hündür yere kalktık. Oh qar. Bəh bəh bəh. Ne güzel. Ne güzel. Maşallah. Maşallah olsun. Şamaxının dağları. Ama şimdi
Oh. Çok derindi. Çok derinmiş. Azerbaycan'ın güzel yerleri, köşeleri. Maşallah olsun. Bakıda da qəşəng qar yağdı bu il. Əridi buranın elə qarajları qalıb. Biz hardan gəlmişik? O hündürük. Yəqin ki o evi gördünüz. O evdən də aşağı 1, 2, 3 dənə yer. Bizim qaldığımız yer isə o yerdir. O yer ben biraz verip o yerde olur. Kalkmış ya. Biraz da dişi kaldı. Geldik bu daşın üstüne. Bu yerin en hündür yeri bu daşdır. Geldik dayandık burada. Xizək koyup sürüşmək olar burada. Üzü düz aşağıya kimi. Buradan konkret sürüşmək olar. Gör nə qədər məsafə yol qardı. Maşallah olsun. Güzel. Yavaş yavaş bu güzellikten düşe aşağı. Yukarıdan düştük. Yavaş yavaş pləkanlərlə. Bizim bu pləkanlər də yarıya qədərdir. Düşəcək bizim yerimiz o başladı. Gedəcək ora. Belə. Bunlar Rus dilində podснежник gedir. Azerbaycan dilində isə qardələn. Gör nə qədər. Maşallah olsun, gözəlliyə var. Her hündürlüğün özünün gülü var. Ne güzel yerde çıkıyor. Ağacın düz ortasında. Sarılardan da güzelliydi. Sarılardan da var.
Yavaş. Can. Arzu Hanım sağlamlayacaqsınız. Bir önümde xatırladım ki, doğrudan bu nömrəni siz ikiniz də işlədirsiniz. Görevin əvvəldən mesajlatanda həm sizə xanıma, həm sizə müraciət edirəm, üzr istəyirəm. Buna görə Arzu Hanım çox sağ olun, ətraflı məlumat verdiniz. Mən də baxmışam ki, yəni İstanbuldan kənarda, böyük şəhərlərdə, haralarda var. Onunla mən də maraqlanmışam artıq. Bu torpil məsələsində siz Ukrayna baxın, Ukraynada biraz fərqli, orada tək təkdir, hərəmin verdiyi imtahan və belə deyək, təkcə müəllimlərlə tələbələr arasında elə deyil, mən qardaşım üstüdə dünyasında Rusiyada bölümünə bölümünə Zeynep bir de bak kızım, bir çatı bir de adam var Cemile'nin. O da burada kalınca çıkıp gelir tesadüf. Gel akrep verdiğiniz yazın. Ne restoran işleyir. Sıradan otur. Sakladan şunları seviyorum. İşi yoktu şartlar yani. Telefon ışığıyla. Allah canı sağ eləsin. Bunlar falan tapıntılarda ancak demirçinin yoksa başka? Ha demiştim burada yol çəkəndə lazıra o çıxmışdı. Hemen vaxtı. Ancaq bu formada çıxmadı. Ondan sonra gətirib belə Belə eləşdirlər. eleştirib. Elə bir ki, belə dizi üstə gətirmiş. Mən orada axıran işləyirdim. Hə. Arxeologlar işləyəndə orada. Üz üstə bastırılmış. Hə. O qılınclar Yox, hamısı üstə onun. Belə də belə formada. Hə, uşaq anasını elə ağır şey belə gün baxana. Aydındır. Və beləncə, yəni o dəmirdir, Hə, nədir? o məsələn Yanında bir idi. tapıldı orada. Hə. Mənim o
başının altında şey var. O qızıldan idi. Qızıldan idi. Hə, Və nə oldu? Apardılar aramış. Gətirib qoyma. Yox, bura gətirməlidir. Elə qiymətli şeylər çıxdı ki orada. Hə. Onu gəlib dövlət maşınları apardı. Yəni ki, öz başına aparmır. Hər sənəsi çəkilir. Hə, başa düşdüm. Hə. Onlar yəqin tarixi. Orada bir küpələ ləl çıxdı. Ləl bilirsən nədir? Nerede? Hə, Ha. ləl. Nar dənəsi kimi qırmızı mirvarlar bir. Bir dənə şey tapdım mən. Nə? Sırğa. Hərəsi armudu stəkan boyu. Qızıldan. Düzü olaraq kəsirdilər, verdim onlara. Bəs bu küplər də hamısı oradan Ha, çıxır. bu içə küplər də, bax orada küplər də orada. Burada baxarıq necə. Bunlar Uşaq basqetidir bilinir. Lap körpə uşaq da var. Körpə deyil amma uşaqdır bu bilinir uşaq. Lap körpəsi də var Şu deyə. döş qəfəsi o qədər böyük deyil. saxsının içində bunlar dəfn ediblər, hə? Körpəsi də var olan O o. maksimum 6-7 yaş, 5 yaş belki də. Yox, halaca da ona bax. Ha, 4-5 körpələr yaş. də olur. Olsa da eli götürürler sonra. O küpdəkinə baxın, arxa tərəfdə görürsünüz. Görürəm. Bunlar döyüşçülər olub, bilirsən. Qılıncları var yanında. Hə, görünür. Ola bilsin. Elə bir kəllə var ki, qılıncı tiyətlər qalmışdı sümükdə belə, sümük qalmış. Başında. Başında. Elə də O yoxdur. 2500-dən yuxarı yaşı vardı qəbirstanda. Sonradan saxladılar, qazmırlar onu. Fikir versən, dişləri yerindədir. Bizimkilərin indi dişlərimiz yoxdur. O Onlar vaxtı cavan ölüblər, amma onlar heç bir qoca ölmüyor. o vaxtı dişlər. Yox, yox, o vaxt insanlar cavan ölürdü. 30-35 yaş maksimum. Hə, minimum o qədər yaşayıblar. O qədər ondan yuxarı yaşayıblar. Təbiət olmuyor. İçəri gedək. Kökün, kökün bax. Amma bu yaşırsız mümkün deyil, onu söndürür. Zeynep topun ikisini var. Gördün mü burada? Onlar Hə, gördüm. iki düzdü buraya sonra. Top mermiləri. Daş olub bunlar, dəmirdən olub. Daşdan. Daşdan Bunlar girişdə. təsərrüfat bir də şey məişət fəaliyyətində. Çox uzaq keçmişlər dedi. 1800-1900. Çox uzaq deyil. Son 19-cu əsrdə var, 4-5-ci əsrdə. Əksəriyyət 19-20. Bax, ya buna var. Gəlin. Bu 4-cü, 5-ci əsrdə. Eramızın 300-cü, 400-cü ili. Oxşayar. Qədim. Ha, bu вообще təzə. Onlar gül tabanlar nasıl kazanır? O buydu yoxumuzda axı bizim. Neyse zaman modelidir. Niyə ki qızım? Ayna da burada var. Qorxmamalı diksin. Qaranlıq olduğuna görə qorxmalı. Qaranlıq olmasa mı diksinlər? Dədə Qorqud tiplərdi bu arada. Görmüsən Ozan'da. Aa, bu 3-5-ci əsrlərdə. Bu eramızdan əvvəl 3'tü. Fikir verir. O hiss olunur. Eramızdan əvvəl 1-ci əsr. Bu görəsən nə olub be? Bilmiyorum. Buna bak eramızdan. Zeynep burada çok qədimlər var. Eramızdan əvvəl 1-ci əsr var. Gəl bax. Bax. Eramızdan əvvəl 1-ci əsr. 200 əsr. Bax da bunları tək-tək. Ama üstün işləmələrinə bax. Plastin ezberlemiş. Ama plastilin değildi. O vaxtın dövrünə görə Zeynəb daha çox yaxşı düzəldər. O vaxtın dövründə Gəl baxın. Qılıncdır. Bir 4-cü əsr. Təmiz dağılıyor.
Türbe, o da yukarıdaki türbe bizim düzen çekileceklerimiz yer. Yeni günümüz türbesi. Ama buradaki domuzlar araba daha yaxşı qalıb 19-cu əsrdə çünki. Bunlar ne olub? Sırğı olub, ne olub? Kəmər həlqəsi, kəmərlərə taxılan. O da kəmərlərin toqqaları var yuxarıda. Bunlar jurnalli başda normal vəziyyətdədirlər. Bu hətta üstü dərisi belə durur. Soyuqdur kızım. Hı. Gel. Bak. Gel ama burada en mağazaları var, görmüş içindeler. Zeynep diye buna gel, Zeynep diye bunun adı geldi. Ondan o tarafta da vardı buna benzer. Zeynep bunu fikirleyip böyle geldi. Bunun adı kanlı yurt, nakışlı, külkat gelir adı. Kanlı yurttan böyle gelmeyi. Onun şeklinde. O kalsın özünü yazsın bir yerde. O sayede. Zeynep bu içeri bakıyorsun. Zeynep bu içeri balacak. Gidip gelmemiz lazım. İki yüzünü üç. Bak bu özünün mesela bir gözlemlemedi. İnşaat edilmiş etrafta. Uşaqlarına sanki qoyulmaz olur. Onlar özünü deyirlər. Yəni inşaat edilmir. Buna ona görə özünü deyirlər. Qulp var. Ama fikrini yaradanlar da özünü yapılıb balacaq. Ona görə özünü deyirlər. ...755. Gəlib namaz qılan var burada. Dəstəmaz yeri zat hardadır? Çöldədir. Dəstəmaz yeri orada da. Sinema bağlı bir şey. Şuna baxmaq istəyirsiniz? Ha, açıqdır. Ha, mən də baxmasam. Mən çəkdim. Aha. Çıxartmaq lazımdır bəli. Mən ayaqqabı giyebilir miyim? Sen giy. Sən girmə. İstəyirsən buradan baxar.
Tamam, Proje şey var ben aslında. seçmeniz lazım. Bunu ambar eləmişdim. Gördüğünüz belə vəziyyətə. Restavrasiya olunur. Bəli, tam təmin olunub. Cənab Prezident öz şəxsi açılışında iştirak edib. Burada şəkilləri də var. Ama bütün bu gelinliği saxlayırlar, o çok qəşəngdir. Və Cənab Prezidentin burada olması. Gəlinmiş. Bir önce sen bir tık çekerdin oradan. Bir daha var mısın? Var. Azərbaycanda ən qədim məscidlərdən biri. Qədim məscidlər çoxdur. O da burada yani namaz Var. Kılınır. Papaz molası da var. Bəli, axınlı var. Ora arta qadınlar üçün namaz qılmalı. Orada Qədim Quran. Uy, ata bu çok eğlenceli bu arada. Şu Bakıda olur misin? Sen Sarındağ demiştin ana. Nəsə elə bir şeydi, hə. Yoxsa Sarındağ değil, sen benim yanımda gitmiştin. Bakı keçmə olar. Bilirəm Hə, da. sən bildin, başa düz elədi. Düz elədi. Boş olanda yolu baxırsan da sağa sola görsən boşdursa keçmək olar, əgər heç kim yoxsa. Değilse o şu öz. Hə. Qabaqda görsən üçbucaq, zigzag var. Nə deməkdir? Yol, hə, yol əyridir, ehtiyatlı ol yəni. Üçbucaq özü, yəni ehtiyatlı olmaq. Həqiqətən orada ən olmadığı yerdə mənim başım sürməyi verir. Şimdi dağ diye bura Roma'ya geldik. Gidecek yeri yaşamakta. Yere gidince yaşamakta. sürüm də bugün sürüm. Müzeyler hatta bugün işliyor. Gideyim ev müzeyine, gideyim şeye. Bütün piçeğini yemə. Məncə maşın olmadıqca hər iki problem. Biraz bırak, bırak gitsin. İndi də ayağım Yavaş var. yol. Girək tüfəng ata, atıcılıqda. İşləmir. Eşeğin. Bura göl oldu. Bura geldik balondan sattık.
743-cü ilin məscidi. Yaxşı da biz. Gitmek istedim. Teyze de kızı öldürürler. Yavaş. Sen ben şeylerden şey götüremiyorum. Toparlayamıyorum. Gəldik, qonağı keçirik, təzədən qayıdırıq işimizə. Başa düşdüm. Ona görə ancaq altı bazar elə daimi burada Daha olur. rahat. Hə, daha rahat. Bax, teleskop, qonaqlar üçün göstərdiyim bu ikinci böyükdür, ən böyük aşağıdadır. İkinci böyük, siz ora girmişsiniz. Oraya girmişik biz orada. 2004-cü Biz saat o vaxt geldi bunlar yok idi bu binalar. Hiçbiri yok idi bence. Yox, var idi. Var Biz onları idi. fikrimizdən çıxdı. Ümumiyyətlə, ən axırda 85. Bina görsənmədi. Bu restavrasiya zamanı dedilər, ağacları kökündən çıxartdılar, yaşıl kol əkdilər, dedilər binanın fasadı görsənməlidir. Ha, Sonra o kollar da qışda dondu, bura aid deyil, o aran dayanlarına. başa düşdüm. Ona görə biz başladı özümüz təzəni alırıq. Mən sizə məlumatlar vereyim, sonra kimin məsələ maraqlanırsa buyurun verə bilərsiniz. Ha, buyurun. Bu bizdə ilk teleskop olub, hələ rəsədxana yaranmamışdan əvvəl 53-cü illərdə alimlərimiz ilk müşahidəli hesablamalarını bu teleskopla aparıblar və Azərbaycanın bir çox dəniz səviyyəsindən yüksəkdə yerləşən rayonlarında 4-5 il boyu, fəsillər boyu hesablayıblar ki, ilimizdə neçə gün təmiz gecələr olacaq, küləkli havaların sayı, rütubət həddi, dəniz səviyyəsindən nə qədər yüksəkdə olacaq. 4-5 il boyu, fəsillər boyu hesablayıblar və sonunda biz hansı rayonlar, hansı ki dəniz səviyyəsindən yüksəkdir, Laçın, Şuşa, Kəlbəcər, Zaqatala, Qəbələ, Quba, Qusar, Şəki, İsmaildə və sonunda o birisi rayonların nisbətən mən Şamaxının Pirqulu ərazisində ilimizdə 365 gün varsa, onun 200 günü burada bulutsuz aydın gecələr olur. Müşahidə üçün də ilk növbədə mütləq hava qaralmalıdır və bulud olmamalıdır. Bu birinci şərtdir. Bu ərazidə möhkəm küləkli havaların sayı az olur. Möhkəm külək olanda hava şəffaf da olsa açmaq olmaz, güzgülərə toz doldurur, keyfiyyətini aşağı salır. Rütubət normadan çox keçmir. Bu ərazinin havası quru olur. Məsəl üçün bizdə qonşu İsmaillıdır, rütubətdir, Quba Qusarısı rütubət. Burada rütubət yoxdur. Havası təmiz olur. Rütubət də normadan çox olarsa nəmişdir. Açanda oturub güzgüdə qoruyur, ləkə gətirir, o da güzgünün keyfiyyətini aşağı salır. Bu ərazi dəniz səviyyəsindən 1500 metr yüksəkdir. Yüksəkliyə qalxdıqca atmosfer seyrəkləşir, hava daha şəffaf olur. Bakıya mərkəzə yaxındır, ətraf meşələrdir, təbiət özü havanı tozdan təmizləyir. Hər tərəfli əlverişli Azərbaycanda bu ərazi seçilib və 1959-da təsdiq olunub ki, rəsədxana məhz bu ərazidə yaradılsın. 59-dan sonra da bizim rəsədxananın ərazisi 33 hektardır
müxtəlif illərdə, müxtəlif ölçülü ərazidə 6 dənə teleskop tikiblər. Bu da birinci teleskop olduğu üçün biz bunu eksponat kimi vurmuşuq. Bu daşlar göydən düşən daşlardır, meteoritlər adlanır. Adətən axşamlar təmiz bulutsuz havada dağ yerlərində daha aydın görsənir. Görsüz yana-yana düşür. Hətta üzr istəyirəm çox-çox el arasında buna deyirlər kimsə rəhmətə getdi, ulduzu söndü. Və hətta deyirlər onu görəndə arzu tutursan yerinə yetir. Əslində bunlar ulduzlar deyil, ümumiyyətlə ulduz yerə düşə bilir. Bunlar səma cisimlərində, asteroidlarda, kometlərdə partlayışlar olur. Ondan qopan qəlblərdir. Kainat sonsuz istədiyi bir sürü başqa planetlərə düşür. Yerdə atmosfer olduğu üçün daxil olan atmosferə haber sürülür, yanır, biz onu ulduz təsəvvür edirik. Və çox nadir təsadüf hallarda olur ki, gəlir belə bir hissələri yerə çatır. Adətən bunlar yerə çatmamış, göydə yanıb toz olur. Çox nəhəng olanda bunlar bəlkə də bir 15-20 mərtəbə bina boyda olur ki, yanıb balacası gəlib yerə çatır. Bu arxada hündürdə olan meteorit Yuxarıdakı yardımlar meteoritdən. 1959-cu ildə yardımının Aruz kəndinə düşür. Təsadüfən gündüz vaxtı dağa düşəndə onu çoban görüb düşməsin, məlumat verib, gəlib 8 metr dərinlikdən məzun çıxarılır. Bunları görəndə ki, ulduz axır, o zaman bunların sürəti çox böyük olur. Saniyədə 11 kilometrdən 75 kilometrəcən artır. Baxır yerə akustikalar, biz ortada. O patolog avalıdır, orada öz səsində işləyir. Thank you.